Salam əziz həmvətənlərimiz. Mən hal-hazırda İstanbul şəhərindəyəm. İyunun 3-üdür 2026-cı. Hamınızı salamlayıram. Mən Kung Fu Federasiyasının hüquqşünası olaraq bütün Kung Fu Federasiyasının idmançılarını salamlayıram. Kung Fu Federasiyasının rəhbərliyini, idarə heyətini, əməkdaşlarını salamlayıram. Mərhabalar söyləyirəm. Bəli, biz hər zaman Azərbaycan Respublikamızın idmançıları ilə fəxr edirik. Buna da tam əminliklə söyləyirəm ki, Kung Fu Federasiyasının hər bir idmançısı Azərbaycan dövlətimizin üç rəngli müqəddəs bayrağını dalğalandıraraq Azərbaycan dövlətimizin himnini səsləndirəndir. Bəli, Avropa ölkələrində hər bir dövlətdə Kung Fu Federasiyasının idmançıları Azərbaycan dövlətimizi yüksək səviyyədə təmsil edir. Mən beynəlxalq hüquq eksperti olaraq, beynəlxalq hüquq müdafiəçisi olaraq və Kung Fu Federasiyasının hüquqşünası olaraq mən Kung Fu Federasiyasının hər bir idmançısı ilə fəxr edirəm. Ona görə fəxr edirəm ki, onlar əsl Azərbaycanlı olaraq bir daha da təkrar edirəm, Azərbaycanımızın üç rəngli müqəddəs bayrağını dalğalandırırlar və Azərbaycan dövlətimizin himnini səsləndirirlər. Salam olsun, mərhabalar olsun Kung Fu Federasiyasının hər bir idmançısına.